Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli dinleyiciler, son zamanların büyük problemlerinden biri olan sosyal şəbəkələrdəki yazışmalardır ki, bazı ailelerde ciddi konfliktlere sebep olur. Ya kişinin yazışması, ya kadının yazışması. Elbette ki, her ikisi xətadır. Amma kadın bizim namusumuzdur. Kadın meselesi daha həssasdır, daha qorxuludur. Ona göre de ister kişi, ister kadın, alemlerin Rabbi Allah Kur'an-ı Kerim'de En-Nur suresinde diqqətlə baxın özünüz Kur'an'a. İki ardıcıl ayenin birincisinde yani 30. ayede kişilere hitaben deyir. Qul lil mu'minina yaghuddu min absarihim ve yahfazu furucahum. Ey Resulüm, de müminlere, mümin kişilere, gözlerini korusunlar, cinsiyetlerini korusunlar. Bu onlar için daha güzeldir. Bak bu ayanın ardıysa, növbəti ayədə kadınlara deyir. Ve kul lil mu'minati yaghdudna min absarihinna. Ve mümine kadınlara de ki, gözlerini korusunlar ve cinsiyetlerini korusunlar. Değerli Müslümanlar, bu sosyal şəbəkədir deyə, orada görmürəm deyə və yaxud da ki, kimsə görmür deyə belə zənn etmə. Orada naməhrəmlərlə yazışmayın. Ümumiyyətlə, bu sosial şəbəkələrdən çox zəruri hallarda istifadə etmək lazımdır. Bu bir oyundur. Onunla, sosial şəbəkə ilə cənnəti də qazana bilərsən, cəhənnəmi də. Məgər o sənin əlindədir deyə, sən evindəsən deyə, xəlvətdəsənmi? Yox, elə deyil. Ayənin sonunda Allah Subhanahu taala deyir, sizin gizlətdiklərinizi Allah bilir. Aşkara çıxartdıqlarınızı da, gizlətdiklərinizi də Allah bilir. 29. Nur suresi 29. ayənin sonunda. Allah bilir. Heç nə Allah'tan gizlin değil. Orada bazı yersiz yazışmalar, baxarsan Müslüman kadındır, TikTok'ta mı, Facebook'ta mı, kimsə nəsə paylaşıb, bu da girir yorumda, orada yorumda bir yazı yazır. Sonra başka naməhrəm kişi de ona cavab yazır. Sonra bu da həmən kişiyə cavab yazır. Sen bilmirsən ki bu haramdır. Sənə naməhrəm olan birisiyle necə yazışarsan? Və düşünürsən ki, niyyətin səmimidir. Əlbəttə ki, sən Müslüman qadınsan. Əlbəttə ki, sən pis niyyətə deyil. Amma şeytan elə oyun qurar ki, heç nədən xəbərin olmadan bir bəlaya düşərsən. Bəla budur ki, ailəndə ciddi konfliktlər yaşayarsan. Sevginiz sıfırlanar. Bəlanın ardı odur ki, Allahla düşmən olarsan. Allah xoşlamır bu işləri. Fitnədən özümüzü uzaq tutaq değerli insanlar. Kişiler ve kadınlar. Hele yazışan kişilere de aittir de bu. Yani hamısına aittir. Yani naməhrəmlərlə bu ne yazışmalardır? Bir var zəruri yazışmadır. Misal üçün dindir. Dinini öğrenmek istəyirsən. Ki sahaba kadınlar da Allah'ın Resulunun sallallahu aleyhi ve sellem yanına gelip dinlerini ondan soruşublar. O da onlara cavab verib və bəzən elə suallar veriblər ki, Resulullah'ın zövcəsi onları yola salanda deyib, ətiz tökülsün. Necə soruşdunuz bunu? Onlar deyib, soruşmayıb, yanlış din mi yaşayaq? Dinimizi düzgün yaşamaq üçün. Yoldaşıma deyirəm, o deyir, mən utanıram Allah'ın Resulundan soruşmağa. Özün get onun zövcəsindən soruş. Gəlirdilər zövcəsindən soruşurdular, analarımızdan soruşurdular. Onlar da bunu bilməyəndə deyirlər, ya Resulullah, belə bir sual çıxıb, bunun cavabı nədir? Bax, onu öyrənirdilər. Dini öyrənmək olar. Özü də dini də öyrənəndə hər dindən danışanla deyil.
şərəfi, namusu olan bir dindarla. Hər kəslə deyil, etibar etmədiyim hətta dindarla belə danışma. Özü də etibar etdiyin dindarla da danışanda ailəndə bundan xəbərdar olsunlar. Ailə üzvlərin bunu bilsinlər ki, sən dinivi filan kəsdən soruşursan. Çünki sən nə bilirsən şeytan haradan, hara gətirib, nə ilə nəticələndirə bilər. Ehtiyatlı olun. Qəlblər oynaşdı. Xəyallar şübhəlidir. Günümüz o qədər fitnəyə qarışıb ki, insanlar hər kəsdən şübhələnir. Belə olduğu təqdirdə daha diqqətli olaq. Hər istədiyimiz addımı atmayaq. Allahı və namusumuzu və ailəmizi düşünək. Selamun aleykum və rəhmətullahi və bərəkatuhu.